Salam uşaqlar, necəsiniz? Bugündən sual-cavab videosu eləyəcəyik. ChatGPT-dən suallar soruşmuş. O da bizə 20 dənə sual verir və biz bu sualların əsasında öz xarakterlərimizi, öz dünya görüşümüzü və öz həyatımız haqqında məlumatlar verəcəyik. Günay düşünmüsən? Bizi sevir. İndiki sualdan başlayıram. Sizin bugünkü sizdən ən böyük dönüş nöqtəsi nə olub? Mənə görə mənim danışmaq 2025-ə aid. Çünki həm məktəblərimiz bitdi, həm universitetə başladıq, həm yeni insanlara tanış olduq. Yeni insanlara tanımaq falan hamısı bir dönüş nöqtəsidir. Salam. Konuşamayacağım ama durun bura. Neydi bu sual? Sual yazmasın diye ben size dönüş nöqtəsi 2025 oldu. Nereye ürəyəcək diyeceğim, yerimden tutmaq olmaz qardaş. Ya həqiqətən bir dost dillərimizin əsl yüzünü gördük. Saxta insanları tanıdıq, çox insanlardan uzaqlaşdıq, quruqlar dağıldı. Hamınızı salamlayıram. Aleykümselam. Çıxdı, hamımız bir-birimizə saygı yanaşaq. Deməli 2025 mənim üçün çox qəşəng başlamışdı. Hər şey çox gözəl gedirdi, hər şey tam yeri yerində. Dərslərim olsun, həyatım olsun, dost həyatım olsun, hər şey çox gözəl gedirdi. Hətta düşünürdüm ki, ömrümün sonuna belə gedəcək və çox xoşbəxt olacağam. Ondan sonra bir anda o iyun ayı, may ayı hər şey darmadağın elədi və insanların qırmızı üz dillərdə qırmızı üzünü gördük. O yerdən biz içimiz sıxdıq. Hər zaman şükür. Məsuliyyətlə adım atırıq. Çünki fərqli bir şəhərə taşındıq. Fərqli bir həyat, fərqli nəsə yapdım. Sağ olun. Bizim bu qədər dedilərimiz o qədər inanmayın. Yeronun çoyanın özümünə. Məndən bu qədər və verdiyim məlumatlara da yəni o qədər də inanmayın. Çünki yer onun, göy onun. Allah özü bilər. Tullayacaqlar bizim ödəydi. Can. A few moments later. O versin gelir. Geçti bu şey. Hayatta çarşı dediğiniz bir an var. Çarşı. Mesela beni çarşı. Onun köy adını dediğim berbatına o kadar dedim. Yer onun, göy onun. Həyatıma aldığım insanlardan var. Məsələn, elə insanlar var ki, kaş ki bu insana həyatıma almasaydım, kaş ki bu insana əlaqə qurmasaydım, kaş ki belə sancaqlı münasibətində qalsaydım kimi insanlar var. Məsələn, bir an o şey var, çizgi, sərhəd nöqtəsi var. O sərhəd nöqtəsini çox keçmişdim bəzi insanlarla və peşman olmuşdum ki, kaş o sərhəd nöqtəsində qalsaydım və o yaxınçılığı özümə eləməsin. Məsələn, indiki mən bu yaxınçılığı heç hansı adamla eləyirəm. Çünki başa düşürəm ki, az gələcəkdə bizim münasibət əvvəlki kimi olmayacaq. Ona görə həmin o sərhəd nöqtəsini keçməməyə çalışıram da, yəni ki, nə var, nə sizin? Allah güven. O kadar var şey. Bütün hayatım çarşı. Neyse. Keşke bazı insanları tanımasaydım. Keşke bazı insanlarla dost olmasaydım. Keşke bazı insanlara hayatıma almasaydım deyirəm. Yani bu her insan tanıdıktan sonra deyirəm. Biz başka varlığı olan insan görürük. Deməli, mən çaşı dediyim an odur ki, bəzi insanlarla fərqli yerdə tanış olmaq istəyərdim. İstəməzdim ki, hal-hazırda tanış olduğum yerdə olsunlar da, yəni ki, başqa bir yerdə. Konuş artık. Bir konuşa bilsəm nələr anlatacağım. Çünki istəyərdim ki, bəzi insanlarla ayrıdan tanış olar. Həqiqətən bunu çox istəyərdim. Yəni həyatımda bir dənə çaşı var, o da budur. Üçüncü sual oxuyuram uşaqlar, üzül cavablandıracaq. Uğur sizin üçün nə vaxtdan başlayır? Məktəbdə mənim üçün ən böyük uğur universitetə girmək idi. İndiki mən özüm ixtisasımı yaxşı bilib, özümü daha çox inkişaf etdirmək idi mənə görə. Mənim ən böyük uğurum bu vaxta qədər sağ qalmış olmamdır. Allah saxlayıb da bitər. Başqa uğurum yoxdur, yəni bomboş yaşayıram. Sad, so sad. Ki biraz uğur sayılmaya bilər, amma əminəm ki, yəni bu uğur cəsarətidir məndə. Çünki mən istəmədiyim bir ixtisas oxumaqdansa ayrıdan hazırlaşıb psixoloqluq sənətinə qəbul olmaq istəyirəm. Nədən başlamışam hazırlaşmağa, kursa falan başlamışam və çətindir əlbəttə ki, amma inanıram ki, başaracağıq. Yəni bilirəm ki, arxamda dağ boyda Nazlı var və mənə dəstəkləyin zili var. Əminəm ki, bu videoyu yerə çəkəndə mən sizə psixoloq kimi tövsiyələr verəcəm. Psixoloq göz yaxşıdırsa bunun yanına gəlib psixoloji poza bilərsən. Əlavə olaraq bunu demək istəyirəm ki, yəni Günayın öz fikirlərinə. İnanıram ki, Günaydan çox möhtəşəm bir psixoloq olacaq. Gələcəkdə çox böyük uğurlar olacaq, inanıram. Çox təşəkkür edirəm. Sevirəm səni. Mən əsasən indi görürəm ki, universitetə qəbul olan insanlar var. İstəmədiyi fakültəyə qəbul olan yenə oxuyurlar. Amma çox belə həvəssiz oxuyurlar, həvəssiz yanaşırlar. Gələcəkdə işlərinə qarşı çox həvəssiz olacaqlar. Və onlardan biri olmamaq üçün bu il yenidən məzuna qalmışam. Məzuna qalanlara tıklaya bilərsiniz, like ata bilərsiniz. Yaxşı ki qalmısınız. Bunları saçdım.
Ən böyük qorxunuz sizi necə formalaşdırıb? Uşaqlar, mənim ən böyük qorxum qaranlıq idi əvvəl. 5 yaşında da. İndi 18 yaşım var uşaqlar. Bugün, hamımız bugün. Nə danışma, nə uşaq vaxtı, məsələn, kravatın ayağımın birini çıxır. Qorxum məni necə formalaşdırmayıb. Uşaqlar, mən nəsə bura boş-boşuna gəlmişəm. Bir klozada burada güldürməyə üçün gəlmişəm. Mən tək məqsədim odur, bitiyor. Ben bunu hak etmedim. Ben bunu hak etmedim. Ben Ən çox qorxduğum şey ilandır. Sən məndən qorxsana. Qorxsan məndən. Mənim ən çox qorxduğum sevdiyim insanları itirməkdir. Atamı çox sevirəm həqiqətən. Atamı bir itirəcəyimi belə düşünmək belə məni çox pis sarsılar da, yəni. Ama bu arada Cuna'ya katılan yani ilan falan. O zaman cündüzlü ilan ortaya çıkıyor. Özünüzə 5 il əvvəl nə demək istəyərdiniz? Deyərdim sən başın candır bala. Mən deyərdim ki, 5 il əvvəl gələcəkdə Bakıdakı o tələbəlik illəri və Bakıdakı qızlar kimi, gənc qızlar kimi cəzbə eləməyi yaşayacaqsan da, yəni əmin ol. Hal-hazırda onu yaşayıram və çox xoşbəxtəm. Çok mutluyum. Ders oxu, yaxşı ders oxu. Yəni yetişdirmək ki, bu günü yola verim falan. Sırf müəllimə görə yox, özünü inkar etdirəyə görə oxu da. Yəni sırf müəllim hə tamam Zülfiyə bu gün öyrənir falan desin deyə yox. Sən özün bil deyə oxu onu. Mən bura suallar oxumayacağım sizə. Mən heç bir uğurum yoxdur həyatımda. Ən böyük uğurum mənəm. Mən. Ən böyük uğurum Səbitə bir şey mənim canım dostlarımdır. İnsanlarda sizi ən çox məyus edən nədir? İnsanlar məncə nankör olur, bəziləri, hamısını adi eləməyəcək. Sakin ol Kemal. Verdiyim dəyərin qarşılığını ala bilməyəndə çox pis qırılıram. Yəni mənə görə budur. Mən məşələn şeylərdən biri budur. Var. Mən də tuturup burada sizə 5 saatlıq danışıram, dərdim o qədər doludur yəni. Məsələn, olmaz sayıda bir gəldi, nə olsun, həqiqətdə qalır. Məsələn, mən sizə qarşı dəyər verirəmsə, o dəyərin qarşılığı mənə verməlisiniz də əlbəttə ki. Yəni mən sizə düzə borcum zadım yoxdur, yəni. Kimsiz ki. Hamı o istəsə sağa gedirəm. Bütün dünyaya qarşı kinim var. Mən düşünürəm ki, onları Hə, yox, sən danış. Çox da komik. İnsanlar geyim tərzinə görə yargılayanlar, düşüncə tərzlərinə görə yargılayanlar. Çünki hərənin öz fərqi var, hərənin öz tərzi var, hərənin öz xasiyyəti ola bilər. Bəzən düşünürsən ki, yo mənim xasiyyətim çox qəşəngdir, hamı ilə yola gedə bilərəm, hamı məni çox sevə bilər, amma elə deyil də insanların bəzi səni sevməyə də bilər. Normal bir şeydir, yəni. Hamı səni sevəcək deyə bir şey yoxdur. Ən məyus edir ki, insanlar hamı bir-birini yargılayır ki, ay o xarakteri belədir, onun tərzi belədir, onunla danışmayaq, buna yola getməyək, və yaxud da o kasıbdır, varlıdır, təbəqələrimiz eyni deyil falan filan. Yəni onlar çox boş bir şeydir. Yəni məncə də heç düşünməmək lazım. Zaten bir yaşdan normaldan sonra o düşünmək ehtiyac qalmır. Ərgənlər düşünür. Bəli, Mən o insanlar məsələn yaxınam, mənim dostum yaxın deyilsə, mən sırf ona görə yaxın olmayacağam deyə bir şey yoxdur. Yəni hər öz fikrində, yəni Cuna yenə qatılıram. Cuna bütün fikrlərinə qatılıram. Nazirə Keçdi 7-ci. Xoşbəxtlik hissi sizə ən son nə vaxt gəlib? Hal-hazır. bu dəqiqə ən son bu dəqiqə yəni. Pul problemi olmasın nə işə məşğul TikToker. Ailəm qoydu TikToker olardı 100%. Mən məsələn xəyallarımdan biri influencer olmalıdır. Yəni necə bir videosu YouTuber, TikToker falan. YouTube çəkim, hər bir şeydə olmaq istəyirəm. Həyatda sizi ayaqda saxlayan tək şey nədir? Ayaqların. Ailəmiz və ətrafımızın yaxşı insanlara dolmasıdır məncə. Ən dəyər verdiyiniz prinsip. prinsipə girməyi xoşlamıram. Yəni Prinsipdən məqsəd yatmaq üçün məsələn məqsəd olmayan insanın mənim həyatımda yeri yoxdur. Hər bir insan məncə məqsəd olmalıdır. Mən BMW almaq istədim də bu arada. Amma o deyil. Bəli, amin 777. Bir insan tanımaq üçün verdiyiniz ilk sual nədir? Sən kimsən? Adın nədir? Lalə. Gözəl Lalə. Adın nedir? Lale. Güzel lale. Güzel lale. Güzel lale. Güzel lale. Nana. Nakılda olduğu kimi. Nakılda olduğu kimi. Güzel lale. Jırık lale. mən ilk sual verdiyim nə bilirsən? Çünki mən əqrəb üzvlərinin həyatında sevmirəm. Ümumiyyətlə oğlan olsun, qız olsun. Bacım da əqrəbdir, amma yola gedə bilmirəm. Yəni bir otaqda mən varamsa, ora əqrəb üzvü daxil olsa, avtomatik mən onu anlayıram ki, burada bir enerji yoxdur. Burada bir nə bilim əqrəb girib. Yəni mən bu anlayıram. O ki müəllimələrim olur bəzən. Ki verdiyim sual olur ki, mənim nə bilirsən? Sən ondan o enerjiyi ala bilmirəmsə, avtomatik bilirəm ki, bu əqrəb üzvüdür. Mənimsin nə bilirsiniz əqrəb? Mənim sən getdim bloka. Tarix müəllimimin mənə dediyi bir söz var. Mənə dedi, yox da siz mənə dedi. Deyirdi ki, bir insanı tanımaq istəyirsənsə, o insandan eyni yola get. Fərq yox, hara gedirsən ged, ancaq eyni yola get, piyada gedəsən maşınla ya piyada. Yoldaca biləcəksən ki, o nədir, nəçidir, hansı yolun yolcusudur. Başa düşdünüz, yəni özünüz. Özünüzdə ən çox sevdiyiniz xüsusiyyət.
Mən sevdiyim xüsusiyyətim hamına yola getməyimdir, həqiqətən də. Yəni mən bir ortama girdimsə, o ortama tez alışıram. Enerjimi düşürəcək bir insan varsa o kruqda, məncə o ortamdan həzz almıram da qətiyyən. Mən o ortamdan tez çıxmaq istəyirəm və oradan uzaqlaşmaq istəyirəm. Məsələn, mən nə sevdiyim xüsusiyyətim olur ki, məsələn, bir şey beynimə qoydumsa, onu mütləq eləyirəm. Yəni, sonu nə olsun, elə bir karma kimi bir şeydir. Məsələn, beynimə yerləşdirəcəm, bilirəm ki, bunu eləyəcəm, o olacaq. Yəni, əminəm ki, o beynimə qoymuş olacaq. Mən özümdə sevdiyim iki xüsusiyyətim var. Birincisi odur ki, yəni nazlı çimməyi ilə ortama alışmaq olsun və yaxud da nə bilim, məsələn, bir şəhərdən bir şəhərə gedirəm, orada məsələn 1 ay qalmalıyam, 2 ay qalmalıyam. O şəhərə çox tez öyrəşirəm. Məsələn, bəziləri var ki, gedir qala bilmir məsələn. Amma mən o şəhərə, nə bilim, o ölkəyə sevirəm yeni şeylər deneməyi, yeni insanlar arasına qatılmağı, yeni ortamda olmağı çox sevirəm. Və ikinci xüsusiyyətim odur ki, Allaha çox bağlı olmağım. Yəni bir şey, həyatda pis bir şey olur, deyirəm ki, Allah var, vəsiyo. Yəni düzələcək bu şey. Yəni o bağlı olmağı məni çox sevindirir həqiqətən. Oynayalım uşaklar, oynayalım uşaklar. I know I can treat you better than he can. Sleeping until the midnight. Get up on the phone and I'm alone. Get up on the Həyatınız film olsa adı nə olardı? Necə yaşamaq olmaz? Dünən deyim. Dünən. Mən enerji qoyardım. Mən həyatım enerjidən ibarət. Mən də enerji qoymaq istəyirəm. Çünki enerjiyə çox inanıram. Həqiqətən enerji varsa o ortamda həyat var. Yəni həyat və enerji qoymaq istəyirdim. Çünki zaten enerji olduğu yerdə hər şey yaşanması halda olur. Mən də enerji qoyuram vəbşə. Tənqid sizi motivasiya edir, yoxsa sındırır? Mən onu sındıraram, ha. Düzgün verilən tənqid mənim qəlbimi qırmaz. Məsələn, deyək ki, bunu belə eləmək, yenə bunu belə elə. Məsələn, o məni yönləndirir, mən yaxşılığım üçün deyir. Amma sırf söz olsun deyə mənə tənqid edirsə, davay uç da. Suallarımız bu qədərdir. Əminəm ki, hər birimiz yaxşı cavablar vermişik. Əgər videomu bəyənsiniz, deyərsiniz mənə və yazarsınız. Kanalımıza abunə olmağı. Kanal yox. Bizi istəyirəm. Bu arada yəni, əgər bu videoları bəyənsinizsə, ardını təkədən davam edin çəkməyə. Biz yığışaq təsirlənəcək, pul da yönəlici, pul da yığışaq. Öpürəm.